Temperatur aşağı düşəcək, leysan yağacaq və dolu düşəcək. Bugün 22 iyun tarixidir və gündəm xəbərinin efirində Milli Hidrometeorologiya Xidmətinə istinadən sabaha olan hava haqqında məlumatı diqqətinizə çatdırırıq. Belə ki, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi, gündüz şimal-şərq küləyi ilə əvəz ediləcək. Havanın temperaturu gecə 18-20 dərəcə isti, gündüz isə 25-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz isə 25-30 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə isti, gündüz isə 12-17 dərəcə isti olacaq. Məlum olduğu kimi son günlərdə ölkədə küləkli hava şəraiti hökm sürür. Bununla bağlı da qeyd eləyək ki, iyunun 22-si və 24-ünə qədər Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq verib. Odur ki, diqqətli olun.